Batabat Gölü'nün üstünde olan Üzən ada versiyası bax budur. Neye göre Üzən ada deyirlər? Bu ada otlardan və torflardan ibarətdir. Və dibi suyun dibinə bağlı deyil deyə, daha doğrusu ada suyun dibinə bağlı deyil deyə, külək hayan apardı, o tərəfdə üzür. Yəni onun istiqaməti küləkdən asılıdır. Belə deyək də, bu ikinci Batabat Gölüdür və Üzən ada məhz budur. O tərəfdə isə, o biri o tərəfdə, o böyük versiyadır. Orada da ada var, amma o Üzən ada deyil. O da çox gözəldir və böyükdür. Buralar ümumiyyətlə çox gözəldir. Burada yaxınlama ördəklər, quşlar cürbəcür yaxından görmək olur. Güneş de batır. Gün gedir. Ama nece güzel.